Daha sonra gəlir məktəbəqədər təhsilin məqsəd və vəzifələri. Məktəbəqədər təhsilin məqsəd və vəzifələri. Məqsəd nədir? Məqsəd deməli uşağın hərtərəfli inkişafını təmin etməkdir. Yəni məqsəd deyəndə əsasən uşağın hərtərəfli inkişafının təmin edilməsi nəzərdə tutulur. Yəni burada fiziki, əqli, emosional, sosial bacarıqların inkişafı, ətraf mühitə uyğunlaşması, müstəqil düşünmə bacarığı, məktəbə hazırlıq səviyyəsinin formalaşdırılması kimi məsələlər nəzərdə tutulur. Və məktəbəqədər təhsilin məqsədi deyəndə biz bunu necə nəzərdə tuturuq? Yəni məqsəd deyəndə hədəf. Vəzifə deyəndə isə borc. Deməli, məqsəd nədir? Məqsəd hədəf. Vəzifə deyəndə isə borc. Yəni, məqsəd odur ki, nəyə nail olmaq istəyirik? Biz nəyə nail olmaq istəyiriksə, bu bizim məqsədimizdir, yəni hədəfimizdir. Deməli, bizim məqsədimiz deyəndə nə nəzərdə tutulur? Bizim hədəfimiz. Yəni, biz nəyə nail olmaq istəyirik? Məsəl üçün, biz imtahandan keçib 60 bal toplamaq qarşımıza qoymuşuq. Bu bizim məqsədimizdir. Yəni, nail olmaq istədiyimiz məqsəd nədir? 60 bal toplamaq. Bu bizim hədəfimizdir, yəni məqsədimizdir. Məqsəd nə olacaq? Məqsəd nəyə nail olmaq istənilir? Bu olacaq məqsəd. Yəni, məqsəd görülən işin, fəaliyyətin sonunda çatmaq istədiyimiz nəticəsidir. Görülən işin, fəaliyyətin sonunda çatmaq istədiyimiz nəticədir. Məqsəd nə olacaq? Görülən işin, fəaliyyətin sonunda çatmaq istədiyimiz nəticədir. Yəni, biz nəyə nail olmaq istəyirik? Məsələn, məktəbəqədər təhsilin məqsədi deyəndə, burada əsas məqsəd uşağın inkişafına nail olmaqdır. Məsəl üçün, dedik ki, məktəbəqədər təhsilin məqsədi nədir? Uşağın inkişafına nail olmaq. Məsəl üçün, oxumağın məqsədi nədir? Nəyə görə biz oxuyuruq? Çünki bilik əldə etmək üçün. İdman etməyin məqsədi nədir? Niyə görə biz idman edirik? Çünki sağlam olmaq üçün. Deməli, məqsəd nə olacaq? Məqsəd nəyə nail olmaq istənilir? Məqsəd nəyə nail olmaq istənilir? Yəni bizim hədəfimiz. Yəni bizim görülən işin sonunda göstərdiyimiz nəticə. Bu olacaq bizim məqsədimiz. Məktəbəqədər təhsilin məqsədindən biri də uşağın inkişafına nail olmaqdır. Məsəl üçün, biz dedik ki, nəyə görə oxuyuruq? Çünki bilik əldə etməyə. Niyə görə idman edirik? Çünki sağlam olmağa. Və bizim bu nəyimiz olacaq? Məqsədimiz. Yəni, məqsəd bir işi niyə etdiyimizi göstərir. Sadə dildə desək, məqsəd bərabərdir istədiyimiz nəticə. Məqsəd nəyə bərabər olacaq? İstədiyimiz nəticə. Məsələn, yemək bişiririk ki, yeyək. Məqsədimiz nədir? Yemək yemək. Oxuyuruq ki, ağıllı olaq. Məqsədimiz nədir? Bilik qazanmaq. Məktəbəqədər təhsil verilir ki, uşaq yaxşı inkişaf etsin. Məqsəd nədir? Uşağın inkişafı. Və bizim bu olacaq əsas məqsədimiz. Deməli, məqsəd nədir? İstədiyimiz nəticə. Deməli, nəticə, hədəf, nəyə nail olmaq istəyirik? Bu bizim məqsədimizdir. Yəni, qısacası, məqsəd nəyə çatmaq istəyirik? Budur. Biz nəyə çatmaq istəyiriksə, bu bizim məqsədimizdir. Yəni, biz nəyə nail olmaq istəyiriksə, bu bizim məqsədimizdir. Və məktəbəqədər təhsilin məqsədi də aiddir. Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi, hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi, daha sonra uşağın fiziki, psixi, mənəvi sağlamlığının qorunması,
uşağın fiziki, psixi, mənəvi sağlamlığının qorunmasının təmin edilməsi, daha sonra uşaq şəxsiyyətinin formalaşdırılması, daha sonra isə uşağın sosial, pedaqoji baxımdan inkişafının təmin edilməsi. Bu olacaq məktəbəqədər təhsilin məqsədi. Dedik ki, məqsəd nədir? Məqsəd bizim hədəfimizdir. Vəzifə nədir? Vəzifə isə bizim borcumuzdur. Məqsəd ümumi olaraq nə olacaq? Məqsəd nəyə nail olmaq istəyiriksə, bu bizim məqsədimizdir. Yəni, görülən işin, fəaliyyətin sonunda çatmaq istədiyimiz nəticəsidir. Yəni, ümumi olaraq, məsələn, məktəbəqədər təhsilin məqsədi uşağın inkişafına nail olmaqdır. Oxumağın məqsədi nədir? Niyə biz oxuyuruq? Bəli, bilik əldə etməyə. İdman etməyin məqsədi nədir? Sağlam olmaq. Deməli, biz niyə idman edirik? Məqsədimiz nədir? Sağlam olmaq. Biz dərsə qoşulluq, təlimə qoşulluq. Niyə? Çünki imtahandan keçməyə. Məqsədimiz nədir burada? İmtahandan keçmək. Yəni, bütün bunların hamısında bizim nəticəmiz, sonda düşündüyümüz nəticə bizim nəyimizdir? Bizim məqsədimizdir. Məqsəd bir işi nə etdiyimizi göstərir. Yəni, dedik ki, istədiyimiz nəticə olacaq məqsəd. Yəni, biz nəyə çatmaq istəyiriksə, bu bizim məqsədimizdir. Və məktəbəqədər təhsilin də məqsəd və vəzifələri hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi, fiziki, psixi, mənəvi sağlamlığının qorunmasının təmin edilməsi, uşaq şəxsiyyətinin formalaşdırılması, sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafın təmin edilməsi olacaq. Yəni, məktəbəqədər təhsil sonda nəyə çatmaq istəyir? Hər bir uşağın keyfiyyətli təhsilə təmin etməyə. Daha sonra nəyə çatmaq istəyir sonda? Uşaqların fiziki, psixi, mənəvi sağlamlığını qorumağa. Nəyə çatmaq istəyir sonda? Uşağın şəxsiyyət kimi formalaşdırmağa. Nəyə çatmaq istəyir sonda? Sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi uşağın inkişafını təmin etməyə. Yəni, məqsəd nədir? Məqsəd uşağın inkişafını təmin etmək, məqsəd uşağı şəxsiyyət kimi formalaşdırmaq, məqsəd fiziki, psixi, mənəvi sağlamlığının qorunmasını təmin etmək, məqsəd hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilini təmin edilmək. Yəni, burada məktəbəqədər təhsilin məqsəd və vəzifələri ümumi şəkildə verilir. Sadəcə olaraq biz bu cür düşünərək bunu ayıra bilərik ki, məqsəd hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilini təmin etməkdir. Məqsəd uşağın fiziki, psixi, mənəvi sağlamlığının qorunmasını təmin etməkdir. Məqsəd uşaq şəxsiyyətini formalaşdırmaqdır. Məqsəd sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafını təmin etmək. Yəni, sonda məktəbəqədər təhsil zamanı düşünülür ki, sonda uşağı keyfiyyətli təhsillə təmin edək, daha sonra sonda uşağın sağlamlığını qoruyaq, sonda uşağı şəxsiyyət kimi formalaşdıraq cəmiyyət üçün, sonda sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişaf edər. Dedik ki, məktəbəqədər təhsilin məqsədi deyəndə biz nəyi nəzərə tutduq? Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin olunması, fiziki, psixi, mənəvi sağlamlığının qorunmasını təmin edilməsi, uşaq şəxsiyyətinin formalaşdırılması, sosial baxımdan ailənin dəyərli üzvü kimi inkişafı təmin edilməsi. Bunlar olacaq bizim məqsədimiz. İndi vəzifəyə baxaq. Vəzifə deyəndə də qısa olaraq bizim dedik ki, burada vəzifə borcumuzdur. Yəni, bu məqsədə çatmaq üçün gördüyümüz işlər. Məqsədimizə çatmaq üçün gördüyümüz iş olacaq bizim vəzifəmiz. Vəzifə nədir? Məqsədə çatmaq üçün nə etmək lazımdır? Görülən işlər. Görülən işlər olacaq bizim məqsədimiz. Yəni, məqsəd
vəzifəyə çatmaq üçün görülən işlərdir. Yəni, məqsədə çatmaq üçün üzr istəyirəm. Məqsədə çatmaq üçün görülən işlərdir. Vəzifə bir işi görmək üçün nə etmək lazım olduğu. Vəzifə nədir? Vəzifə bir işi görmək üçün nə etmək lazım olduğunu göstərir. Sadə dildə desək, vəzifə bərabərdir görüləcək işlər. Vəzifə nəyə bərabərdir? Görüləcək işlərə. Vəzifə məqsədə çatmaq üçün nə etməliyik? Buna bölünür. Yəni, bu olur vəzifə. Yəni, vəzifələr deyəndə məqsədə çatmaq üçün nə etməliyik? Uşağın sağlam həyat tərzi üzrə ilkin bilik, bacarıq vərdişlərinin formalaşdırılması, sonra uşağın ehtiyaclarının müəyyən edilməsi, ona uyğun təhsil xidmətlərinin göstərilməsi, uşaqların özünə, ailəsinə, vətəninə, millətinə, dilinə, dövlət rəmzlərinə, hörmət ruhunda tərbiyə edilməsi, sosiallaşma tələbatının yaradılması, yəni bunlar olacaq nə? Bizim vəzifəmiz. Məsəl üçün, vəzifə deyəndə, qısa olaraq deyək ki, vəzifə deyəndə biz nəyi nəzərdə tuturuq? Məsəl üçün, yemək pişirən zaman bizim yeməyimiz bizim nəyimizdir? Bizim məqsədimizdir, yəni hədəfimizdir bu yeməyi pişirmək. Amma yemək pişirən zaman biz nə edirik? Gedirik bazara, ərzaq alıb gətiririk, sonra ərzaqları bir-bir doğrayırıq, düzəldirik və s. Yəni, qazana atırıq və s. Yəni, bu görüləcək işlər var. Bazara getmək, ərzaq almaq, ərzaqları təmizləmək. Bu görüləcək işlər bizim nəyimizdir? Vəzifəmizdir. Amma yeməyi pişirdi, yemək hazır oldu. Bu nə oldu? Bu bizim məqsədimiz oldu. Yəni, ümumi olaraq məqsəd və vəzifə nədir? Məqsəd deyəndə istədiyimiz nəticə, vəzifə deyəndə isə görüləcək işlər. Yəni, məsəl üçün biz imtahana hazırlaşırıq. İmtahana hazırlaşanda hansı işlər görürük? Gedirik, kitab alırıq, test alırıq, otururuq, oxuyuruq, təlimlərə qoşuluruq. Yəni, bunlar bizim vəzifəmizdir. Oxumaq, təlimlərə qoşulmaq. Bu bizim vəzifəmizdir konkret olaraq ki, biz bu işləri görürük. Yəni, görüləcək işlər bizim nəyimizdir? Vəzifəmizdir. Dedik, məqsəd nədir? İstədiyimiz nəticə. Vəzifə nədir? Gördüyümüz işlər. Yəni, məqsədə çatmaq üçün gördüyümüz işlər olacaq bizim məqsədimiz. Məsəl üçün, dedik ki, yemək pişirmək üçün əvvəl gedib ərzaqları doğramaq lazımdır. Bu bizim nəyimizdir? Vəzifəmiz. Əvvəl gedib marketdən ərzaq almaq lazımdır. Bu bizim nəyimizdir? Vəzifəmiz. Uşağın inkişafı üçün ona nağıl oxumaq, oyun oynatmaq, təlim keçmək lazımdır. Bu bizim nəyimizdir? Vəzifəmiz. Demək, uşağın inkişafı nədir? Uşağın inkişafı məqsəddir. Bunu inkişaf etdirmək üçün biz gedib nə edirik? Biz gedirik, nağıl oxuyuruq, oyun oynayırıq, uşaqla təlim keçiririk. Bu vəzifədir. Və yaxud da müəllimin vəzifəsi uşağa bilik vermək, onu tərbiyə etməkdir. Yəni, qısacası, məqsəd niyə çatmaq istəyirik? Vəzifə isə o məqsədə çatmaq üçün nə etməliyik? Dedik, vəzifə nədir? Görüləcək işlər. Məqsəd nədir? İstədiyimiz nəticə. Məsəl üçün, hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi. Bunun üçün nə etmək lazımdır? Və yaxud uşaq şəxsiyyətinin formalaşdırılması. Bunun üçün ilk öncə nə etmək lazımdır? Uşağı özünə, ailəsinə, vətəninə, millətinə, dövlətinə, belə deyək, Azərbaycan xalqının, digər xalqların milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək. Yəni, biz uşağı hörmət ruhunda tərbiyə etməliyik ki, uşaq şəxsiyyət kimi formalaşdırsın. Tərbiyə etməyimiz bizim vəzifəmizdir. Çünki atdığımız addım, gördüyümüz işdir ki, uşağı vətənpərvərlik ruhunda tərbiyə edirik. Bu bizim gördüyümüz işdir. Gördüyümüz iş bizim vəzifəmizdir. Uşağın şəxsiyyət formalaşdırması isə bizim məqsədimizdir. Yəni, bura çatmaq üçün biz ilk öncə uşağı vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Daha sonra uşağa keyfiyyətli təhsil vermək üçün biz nə etməliyik?
İlk öncə uşağın ehtiyacını müəyyən etməliyik. Yəni bu işi görməliyik. Uşağın xüsusi inklüziv təhsil əlaqələr xidmətlərinin göstərilməsini təmin etməliyik ki, uşağa keyfiyyətli təhsil verək. Yəni bu işi biz görürük. Bu gördüyümüz iş vəzifəmizdir. Bu isə bizim məqsədimizdir. Yəni bu məqsədə çatmaq üçün biz bu addımı atırıq. Sonra bu məqsədə çatmaq üçün biz təhsilin baza komponentləri əsasında sosiallaşma tələbatı yaradırıq. Sonra uşaqların fiziki, psixi, mənəvi sağlamlığını qorumaq üçün biz ilk öncə uşaqları sağlam həyat tərzi üzrə ilkin bilik bacarıq veririk ki, məsəl üçün gigiyena qaydalarını uşağa öyrədirik ki, uşaq sağlam olsun. Uşağa idmanı öyrədirik ki, uşaq daim idman eləsin, uşağın sağlamlığı qorunsun. Yəni bu bizim uşaqların sağlam həyat tərzi üzrə ilkin bilik bacarıq vərdişlərinin formalaşması. Bu bizim ümumi olaraq nəyimiz olacaq? Ümumi olaraq bu bizim olacaq vəzifəmiz. Yəni bizim vəzifəmiz odur ki, biz uşaqları sağlam həyat tərzi üzrə ilkin bilik verməliyik ki, uşaqlar da sağlam böyüsünlər. Yəni biz məqsədimizə çataq. Və yaxud da təhsilin baza komponentləri əsasında sosiallaşma tələbatını yaratmalıyıq ki, uşaq belə deyək də keyfiyyətli təhsil alsın. Və yaxud da uşağın ehtiyaclarını müəyyən etməliyik. Ona müvafiq təhsil xidməti göstərməliyik ki, uşaq keyfiyyətli təhsil alsın. Və yaxud da uşağın ailəsinə, vətəninə, məhəbbət ruhunda tərbiyə etməliyik ki, uşaq şəxsiyyət kimi formalaşsın. Yəni, bizim bu məqsədə çatmaq üçün gördüyümüz işlər, atdığımız addımlar bizim vəzifəmizdir. Deməli, vəzifələr hansılardır? Uşağın özünə, ailəsinə, vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək. Hansılar olacaq? Uşağın özünə, ailəsinə, vətəninə məhəbbət, millətinə, dilinə, dininə, hörmət, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli mənəvi dəyərlərində hörmət ruhunda tərbiyə etmək olacaq birinci vəzifə. Daha sonra ikinci vəzifə gələcək uşağın ehtiyaclarının müəyyən edilməsi, ona müvafiq xüsusi inklüziv təhsil və əlaqədar xidmətlərin göstərilməsi. Üçüncü vəzifə olacaq təhsilin baza komponentləri əsasında sosiallaşma tələbatının yaradılması. Dördüncü vəzifə olacaq uşaqlarda sağlam həyat tərzi üzrə ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması. Deməli, məqsəd və vəzifə deyəndə nə nəzərdə tutulur? Məqsəd görüləcək, istədiyimiz nəticə, vəzifə, görüləcək işlər. Bizim məqsədimiz nədir? Uşağı keyfiyyətli təhsillə təmin etmək, məqsədimiz fiziki, psixi, mənəvi sağlamlığın qorunmasını təmin etmək, məqsədimiz uşağı şəxsiyyət kimi formalaşdırmaq, məqsədimiz sosial-pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafı təmin etmək. Bu məqsədə çatmaq üçün, bu nəticəyə çatmaq üçün biz hansı addımları atmalıyıq? Bu bizim nəyimiz olacaq? Bəli, vəzifəmiz. Hansı addımları atmalıyıq? Birincisi, uşağın özünə, ailəsinə, vətəninə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək. Bu bizim nəyimizdir? Bəli, vəzifəmiz. Uşağın ehtiyaclarının müəyyən edilməsi, ona müvafiq xüsusi xidmətlərin, inklüziv təhsil və əlaqədar xidmətlərin göstərilməsi. Bu bizim nəyimizdir? Bəli, vəzifəmiz. Təhsilin baza komponentləri əsasında sosiallaşma tələbatının yaradılması. Bu bizim nəyimizdir? Bəli, vəzifəmiz. Uşaqlarda sağlam həyat tərzi üzrə ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması. Bu bizim nəyimizdir? Bəli, vəzifəmiz. Yəni, bütün bunlar nə olacaq? Bütün bunlar olacaq bizim məqsəd və vəzifələrimiz.